Drizer kanalından hamınıza salam dostlar. Bugün sizlerle Soccer Superstar futbol karyerası oyununu oynayacağıq. Bu oyunu bölümlərini gəlməsini istəyirsinizsə kanala like atıp abone olun və şərh yazmağı yaddan çıxartmayın. Kanala like atıp abone olun. Çox uzatmadan videomuza geçək. Burada başlanğıc karakterimiz olaraq kimi seçsək? Bunlar pisdir. Məncə burada Topçiliyan Qaqaş daha yaxşıdır. Azərbaycan təbrik edirik bunu. Ötürməyimizi veririk. Ötürmə gəldi. 1'ə 1'dədir. Zərbəsi qapı boş idi. Zərbə və qol. Çox gözəl bir epizoddan dəyərləndik. İndi nələr edəcəyik? Baxaq və görək. Keçirik ikinci bölümə. Oyunda biraz səs çoxdur. Onu qısmaq lazımdır. Hətta mahnısını bağladıq. Keçirik məşqlərə. Antrenmana keçirik. Burada çerçevi vuruşu qola çevirdik. Level complete görev tamamladık. Birinci sezondu bu arada. Uzun ara pası bir dənə gəldi. Ötürmə. Növbəti ötürməni önə verdik. Baş zərbəsi gol. Gol ötürməsi də gözəl idi. Faul soru gəldi. Növbəti görev. Yenə məşq edəcəyik. Trivela bir zərbə. Zərbə və gol. Cərimə zərbəsindən qol mu gələcək? Roberto Carlos kimi biri yoxlama qol. Ara ötürməsi gəldi. Qapıya zərbə və qol. Bundan sonra Pro League Soccer PLS oyununu oynayacağım ve yayınlayacağım. Qapıya zərbə, qapıcı save etdi bu arada. Onu da diqqətli nəzərinə almaq lazımdır. Gözəl qurtardı hətta. Birbaşa qapıya yoxlayacağım təbii ki yenə də. Oyo, dirək. Ona zərbə idi elə. Yenidən yoxlayırıq və qol. Bu səfər qol oldu. Şübhəsiz gözəl zərbə idi. Təbii ki qol olmalıydı. İncə penaltı yoxlayırıq. Oyuncumuz desən hər iki ayağını oynayır. Bir dəfə sol, bir dəfə sağ ayağını istifadə etdi. Aha, gəldik transfer dönəminə. Amsterdam mı? Dortmund. Təbii ki Dortmund. Borussia'ya gedirik. 14 nömrə ilə başlayaq. Adımızı elə Drizer qoyaq yenə də. Her oyunda koyduğumuz kimi. Böyük yox. Bir böyük. Qalanları balaca edək. Drizer. 14 nömrə futbolçumuz Drizer. Yaşıl meydanlara girişini edir. Və rəsmi olaraq ilk görüşünü edəcək. München ilə qarşı-qarşıya gəlir komandası. Bu səfər baxaq nələr olacaq. Götürmə. Drazer'in zərbəsi və gol. Level komplet elədik. Hədiyyə verəcək. Wolfsburg ilə maçdan sonra rəsmi olaraq bir hədiyyə alacağıq. Ötürməni ora qədər verə bilmərəm. Hakimi futbolçu kimi gördüm. Drizer vur. Gol. Drizer hesap fərqini artırdı. Hesabı hətta açdı deyə bilərik. Yeni saç stili açıldı və Butse var orada. Futbol ayaqqabısını görürük.
Frankfurt'a qarşı qarşıya gəldik. 18 liqası bu arada bu. 18 yaşlardan etibarən bir qrup. İndi ötürmə gəldi. Dreizerə qızıl topu bu il o almalıdır. Biz bunların məşqdə eləmişik deyib qapıya zərbə. Ay ay ay. Pis geçti burada bir qədər. Offside vardı təbii ki. Təbii ki də offside vardı. Vura bilmir. Amma indi isə gol. Dreiser ilə gol sevincini yaşayırlar. Var ikinci oyunumuza çıxırıq. Cərimə zərbəsini yerinə yetirəcək. Birbaşa məncə qapıya yoxlasa, aha, alınmır. Maraqlıdır, bu səfər niyə alınmadı bəs. Özü zərbəndirir və qolunu atır. Bundan sonra yəqin ki, hücum imkanımız olmayacaq. 1-0 bildim kimin oldu. Hoffenheim'i 1-0 məğlub etdik və Azərbaycan millisinə seçilirik. 17 nömrə olaraq başlayaq. Tural Bayramovdu sanki 17 nömrə idi. Millimizdə. İlk məşqimizə çıxırıq. Antrenman. Ay ay ay. Çox yaxın geçdi. Amma bu səfər gol. Və bu maçdan sonra videonu yekunlaşdırmaq fikrindəyəm. Ötürmə gəldi. Millidə ilk golumuzu bəlkə də ata bilərik. Ötürmə sonrası. İnşallah elə də olar. Ay ay ay, offside var imiş. Geri qayıdaraq. Gözəl ötürmə. İndi isə yəqin ki offside'dən çıxıb o. Bu səfər isə müdaxilə etdilər. Bu səfər isə gol olmalıdır. Dreiser dedi. 2-2'lik bərabər təmin edir və gol. Dreizer'dən möhtəşəm bir gol sevincini gördük. Gürcüstanla 2-2'lik bərabərlikdən sonra videonu yekunlaşdırmaq fikrindəyəm. Sağ olun, salamat qalın.